Azərbaycan xalqının elə bir adəti var ki, elə bir vərdişi var ki, bu vərdiş fərqində belə olmadığımız halda bizim beynimizi sən demə nə qədər qoruyurmuş və beynimizə yaxşı təsir eləyirmiş. Sizcə bu vərdiş hansı vərdişdir? Siz cavabları yazın, mən isə keçim videonun davamını. Bu bizim çay içmə davranışımızdır ya da alışqanlığımızdır. Belə ki, 43 ilə qədər davam eləyən bir tədqiqat aparılıb və bu tədqiqatda təqribən 132 min insan iştirak edib. Və bu illərin sonunda bu insanların ümumiyyətlə illər ərzində 11 minində demensiya xəstəliyi ortaya çıxıb. Yəni 132 minin yanında 11 min o qədər də böyük rəqəm deyil, amma yenə də az da rəqəm deyil və bu şəxslərin davranışlarında müşahidə edilib ki, bunlar gün ərzində kofeinli qəhvə və yaxud da çay qəbul ediblər. Yəni gün ərzində təqribən ortalama miqdarda. Burada söhbət məsələn beynim yaxşı olsun deyə gün ərzində 10 stəkan qəhvə içmək, kofeinli qəhvə içməkdən getmir söhbət və yaxud da 10-15 stəkan çay içməkdən söhbət getmir. Ortalama. Məsələn, gün ərzində 2-3 fincan qəhvə və yaxud da 1-2 stəkan çay bu qədər və görülüb ki, bu şəxslərdə demensiya riski kofeinli qəhvə və çay qəbul etməyənlərə nisbətən daha aşağıdır. Yəni %100 bir qorumadan söhbət getmir, amma risk aşağı düşür. Həmçinin də beynin koqnitiv funksiyaları, məsələn, düşünmə, diqqət, analitik fikirləşmə, yəni insanı insan eləyən düşüncə sistemində belə müəyyən qədər yaxşılaşmalar müşahidə olunub. Çox maraqlıdır və bu təbii ki, tədqiqat onu demir ki, gün ərzində dediyim kimi çoxlu miqdarda kofeinli məhsul qəbul eləyin ki, beyniniz yaxşı olsun. Söhbət çaydan və kofedən gedir və bu kofe təbii ki, mən belə düşünürəm ki, daha çox südlü, frappuccino, murabbuccino yaxud da şəkərli falan yox da, sırf o qəhvə dənələrindən süzülmüş qəhvədən söhbət gedir və yaxud da çay, dəmlənmiş çaylardan da söhbət gedir. Yəni ümumiyyətlə bunların qəbulu beynimizə yaxşı təsir eləyirmiş. Yenə də bu hər kəsə bir mənalı şəkildə tövsiyə olunacaq bir şey deyil. Elə insanlar var ki, bədənləri kofeinə qarşı həddən artıq həssasdır və ürək döyüntülərindən tutun da baş ağrısı, halsızlıqla özünü göstərə bilər. Hər kəsə tövsiyə olunmur. Amma çox maraqlıdır ki, bu bizim də millətimizin çox çay içmə vərdişi var və ümid edirəm ki, bu çay içmə vərdişimiz də müəyyən qədər bizim beynimizin üzərində yaxşı funksiyalara səbəb, beynimizin yaxşı iş görməsinə səbəb olur. Və siz nə düşünürsünüz bu barədə? Özünüzdə və yaxud da ətrafınızda belə insanlar varmı ki, düşünürsünüz ki, aha, bu insan müəyyən qədər davamlı şəkildə bu maddələri qəbul edir, yəni kofeinli qəhvə və yaxud da çay və həmin şəxsdə beyin funksiyaları da həmçinin yaxşıdırmı? Fikirləriniz çox